Siz nə oxşuyur? Elə bir nəfər bir dənə qonşunun uşağına konfet verib bayırda. Qonşu da deyib ki, Allah səndən razı olsun. Yaxşı iş görmüsən, mən səndən razı qaldım. Üstündən bir müddət keçir, bu qonşu həmin bu uşağı, şokolad verdiyi uşağa bir şillə qoyur qulağının dibinə. Vəhabilər də götürüb düzəlirlər yola ki, sən niyə bu şillə vurmağından irad tutursan ki? Onu vurub da qoy kənara. Əsas odur ki, onun atası ona dedi ki, mən səndən razı qaldım. Razı qaldı, yaxşı məndən görə razı qaldı da. Ondan sonra o demək deyir ki, Allah harda hansı ayədə deyib ki, mən sizdən qiyamətə qədər razıyam. Nə edirsən elə? Get qardaş, neçə min sahabənin tabiinin qanunu töksə məldə siffeyində mən səndən razıyam. Kef elə behişdə otur gidən. Görürsünüz nəyə misal gətirir. Allaha nə cür misallar çəkir. O qonşunun, uşağının atası bilmirdi ki, ona şillə vuracaq. Deyib, Allah səndən razı olsun. Bu məsələnin nə dəxli var bu ayətlərə? Allah subhanahu wa ta'ala bilmirdi nə olacaq. Açıq aşkar sənin gətirdiyin misaldan belə çıxır ki, Allah Taala bilmirdi ki, bunlar belə eləyəcəklər. Dindən çıxıb mürtəd olacaqlar. Yəni, qonşunun uşağının atası necə ki bilmirdi ki, konfet verdiyi adam sabah şillə vuracaq onun uşağına. Və həmin misal kimi də Allah Taala da bilmirdi ki, onun təriflədiyi, onun cənnət vəd etdiyi və razı qaldığı səhabələr sabah dindən çıxıb mürtəd olacaqlar. Bunun gətirdiyi misala bax. Və həmçinin Tövbə surəsinin 88-89-cu ayətlərində Allah Taala buyurur ki, "Lakinar rasulü vellezina amanu ma'ahu cahadu bi amwalihim və anfusihim." Lakin Rəsul və onunla birlikdə iman gətirənlər malları və canları ilə cihad edirlər. Cihad etdilər və ulaika humul muflihun. Uğur qazananlar da elə məhz onlardır. Növbəti ayədə Allah Taala buyurur ki, yəni 89-cu ayədə Allah onlar üçün altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Zəlikəl fawzul azim. Bu böyük bir uğurdur. Bu da Allahın onlara cənnət vəd etməsidir. Yəni sənin gəlib deməyin ki, Allah əvvəl onlardan razı idi, sonra yox. Və harda ayət var ki, Allah onlardan əbədi razıdır, deyə ayətlər. Budur ayətlər.